Bir də getdim Hacı Şahin Həsənlinin əziz qardaşımızın məzarına. Məzarlıqda demək onu ziyarət etdikdən sonra növbəti bir möcüzə ilə üz-üzə dayandım. İnanın indinin özündə də bu hadisəni danışıram, çox maraqlı bir his keçirirəm. Biz Hacının işində gedib Red Bulldan və ya haram məhsullardan dəstək ala bilməzdik. Onunla bir söhbətləşdim. Yəni sadəcə bir dərdləşdim, bir dost kimi, qardaş kimi. Hacı Şahin Həsənli ilə bağlı olan bizim bu filmimizdə kamera arxası yaşadıqlarımız, yəni paradoks hadisə bu olmasın, hansı olsun ki, aldığımız qonorar düz 20 min manat idi və bu şəxs məhz bizim müraciət elədiyimiz və müsbət cavab almadığımız, hətta yaxın belə durmayan həmin o şəxs oldu və bizim də filmdən qalan borcumuz 20 min manat idi. Yəni bu təsadüf deyildi. Allah işi necə həll etdi? Mənə lazım olan məbləği müraciət etdiyim o şəxsin əli ilə verdi, amma onun öz xoşu ilə deyil. Şükürlər olsun ki, Allah Taala bunu bu hadisəni nizama salmaqla o qədər qəlbimizə rahatlıq verdi ki, heç vaxtı gözləmədiyin bir münasibət görə bilərsən və sənin bütün suizənlərin sınıb dağıla bilər. Necə ki, insan daim hüsn-izən olmalıdır və mən hər zaman hər kəsə qarşı hüsn-izən olmağa çalışmışam. Mən öncə o şirkət sahibinə dəfələrlə üz tutmuşdum və o buna yaxın durmamışdı, soyuq bir münasibət bəsləmişdi. Təbii ki, bu məsələlər məşvərətsiz həll olunmur və mən əminəm ki, ona məsləhət bilinməyib. Niyə bilinməyib? Mənim kimləsə düşmənçiliyim yox, kimləsə bir narahatçılığımız yox. Yaxşı, bəs onda nə səbəb ola bilər? Açığı düşündüm, bəlkə deməli paradoks hadisə nə deyə bilərəm. 2023-cü ildə bizim dəyərli ruhani mərhum əzizimiz Hacı Şahinlə bağlı bir filmimiz oldu, ibrətamiz bir film, yəni həyat hadisəsindən ibarət olan bir film işlədik və hər halda xəbəriniz var, bildiyiniz kimi, yəni film Azərbaycan Şüan Teatrında təqdimatı oldu və böyük izdiham oldu. Həm Şüan Teatrının içində, həm çölündə kifayət qədər izdiham yaşandı. İctimai-siyasi xadimlər iştirak etdi və təbii ki, filmin kamera arxası bir çox hadisələr baş verdi və onların içində bəli, paradoks hadisə də var və mən həmin paradoks hadisələri qeyd edeyim. Bu günə kimi, yəni geniş ictimaiyyət üçün heç vaxtı bu hadisələri danışmamışam. Bir neçə möcüzə baş verdi. İndi fürsət yaranmışkən mən bunları qeyd edeyim. Öncəki filmlərin xronometrajına görə bu filmin xronometrajı daha geniş idi və büdcəsi həmçinin daha geniş idi və bununla bərabər mən həm də daha gözəl alınmasını istəyirdim. Filmdə həm texniki tərəfdən, həm texniki heyət tərəfdən, həm aktyor baxımından, həmçinin xüsusilə kinokamera baxımından ən son modeldən istifadə edirdim. Çünki Hacı qat-qat yaxşısına layiq idi və belə də etdim. Açığı həmişəki kimi bir təxminən 8 təşkilatı dəstək oldu bizə və bu sözsüz ki, mənim istəklərimi qarşılamırdı. Bizim istəyimiz öncə açıqladım hansı format idi və o zaman biz bura başqa dəstəklər cəlb etməli idik, amma bu əslində mənim işim deyil. Çox təəssüflər olsun ki, bizdə həmçinin rejissor və yaxud senarist, nə bilim, yaradıcı işlərlə məşğul olan şəxslər gəlib həm də bu büdcə məsələləri ilə məşğul olurlar. Bu da işimizin artıq dediyimiz kimi bizdə olan məcburiyyət tərəfidir. Və bununla bərabər mənə bu çətinliklərə görə mənə kənardan bir-iki şəxs təqdim olundu. Dedilər ki, bu şəxslər şirkət sahibidir, bunlara müraciət edə bilərsən və buna baxmayaraq biz işi bitirmişdik
və hər şey yüksək səviyyədə həll olunmuşdu və ən son model kameradan da istifadə elədik, kino kameradan. Artıq həmin büdcəni aşmışdıq və mənim içimdə bir əminlik, rahatlıq var idi ki, bu iş həll olunacaq. Və burada bizim təbii ki 20.000 manat nə az, nə çox 20.000 manat əskiyimiz oldu. Yəni çatışmayan məbləğ oldu və bununla bərabər deyim ki, biz artıq filmi çəkmişdik. Yəni hər şey yüksək səviyyədə baş vermişdi. Qeyd etməliyəm ki, hətta Hollywoodda bundan öncəki modellərlə çəkilən filmlər var və təbii ki, Hollywoodla bizim büdcəmiz müqayisə olunmazdı. Və dediyim kimi artıq biz bu borca düşmüşdük və bu həll olunmalı idi və mənə təklif olunan ünvanlara artıq cəhd elədim. Çünki onlardan biri həmin o şirkət sahibi Hacı Şahinə, belə deyək, Hacı Şahinlə onun da daha yaxın bir münasibəti olan insan idi və mənim onunla şəxsi münasibətim təbii ki yoxdur. İndi də üzdən tanımıram, heç bəlkə də salam əleykümüz var, bilmirəm, amma mən o şəxsi, yəni tanımırdım və bu təklifdən sonra bildim belə bir şəxs var. O yüzden rahat şəkildə ona təklif etdim və heç bir dönüş olmadı və mən başqa bir vasitə ilə dedim, bəlkə bu cür sözüm çatmayıb, çatdırmayıblar, başqa bir vasitədən istifadə edim, yenə də dönüş olmadı və mən boynuma düşən vəzifəmi etdim. Çünki Hacının işi idi. Biz Hacının işində gedib Red Bull'dan və ya nə bilim hansısa bir məsələn haram məhsullardan dəstək ala bilməzdik və burada yalnız və yalnız öz ətrafımız ola bilərdi. O yüzden mən çəkinmədən Hacının işi üçün bir neçə dəfə müraciət etdim, başqa vasitələrlə falan. Heç bir müsbət dönüş olmadıqda nəhayətdə deməli artıq bütün ipləri qırmaq məcburiyyətində qaldım və niyə dönüş olmadı? Orada da səbəbini deyəcəm, ehtimalını deyəcəm və təbii ki, o şəxs heç vaxtı müzakirəsiz, məsləhətləşmə olmadan camiyə ilə, yəni məşvərət etmədən heç vaxt heç bir addım ata bilməzdi və buna az sonra qayıdacağam. Və beləliklə deməli mən bütün ipləri qırdım və yalnız Allahdan istədim. Necə ki biz işin əvvəlində də ona təvəkkül edib yola çıxmışdıq və sonda da yenə Allaha buraxdım və içimdə də bir rahatlıq var idi ki, bu məsələ öz həllini tapacaq, mütləq tapacaq. Amma necə, özüm də bilmirəm. Və nəhayətdə bir də getdim Hacı Şahin Həsənlinin, əziz qardaşımızın məzarına. Məzarlıqda demək, onu ziyarət etdikdən sonra onunla bir söhbətləşdim. Yəni sadəcə bir dərdləşdim, bir dost kimi, qardaş kimi və beləliklə mənə başqa bir yerdən bir sifariş gəldi. Hansısa bir şirkət öz tikintisini sadəcə çəkməli idi, yəni video görüntü almalı idi. Bizə müraciət etdi və biz təbii ki razılaşdıq. Bu işi boynumuza götürdük və mən baxdım büdcəyə, onların bir neçə işini gördük və büdcə deməli nə az, nə çox, bir qəpik də nə artıq, nə əski 20.000 manat məbləğ elədi. Və bizim də filmdən qalan borcumuz 20.000 manat idi və mən bilirdim ki, bu təbii ki, yəni bu təsadüf deyildi. O yüzden bu işi də çox zövq alaraq gördüm və bununla bərabər işi bitirdik, qonorarımızı aldıq və böyük zövqlə, sevərək mən yerdə qalan borcları bağladım, qonorarları demək həll etdim və sonra baxdım şirkətin adı mənə tanış gəlir. Yəni bir möcüzəni artıq qeyd elədim. Bu möcüzə həmin o 20.000 manat idi ki, lazım olan məbləğ qəpiyə qəpik Allah qarşıma çıxartdı. Bu qədər milyonlarla insan, bu qədər yüz minlərlə şirkət, bu qədər belə deyək bizim işimizi görəcək insanlar məhz mənə bu iş gəldi. Bu birinci möcüzə. İkinci möcüzə bundan ibarətdir ki, şirkət mənə tanış gəldi və mən getdim, hansı ki o dost mənə istiqamət vermişdi, yönləndirmişdi həmin o şəxsi
o şirkət sahibini, Hacı Şahinlə də yaxın münasibəti olan, həqiqi mənada dəyərli insan, xidmət edən insan. Həmin dostdan gəldim, soruşdum ki, yəni o şirkətin adı nə idi? Yəni o şəxs kim idi? Şirkətin adı nə idi? Şəxsin kimliyini təbii ki bilirdim. O mənə deyəndə ki, bəli, elə bu şirkətdir, hansı ki mən o şirkətin işini gördüm. Və mən növbəti bir möcüzə ilə üz-üzə dayandım. İnanın, indinin özündə də bu hadisəni danışıram. Çox maraqlı bir hiss keçirirəm. Allah işi necə həll etdi? Mənə lazım olan məbləği və mənim müraciət etdiyim o şəxsin əli ilə verdi, amma onun öz xoşu ilə deyil, başqa cürə, yəni onun mənə olan başqa bir sifarişi ilə onun işini gördük. Onun belə deyək, çəkilişlərini etdik, tikintilərini çəkdik və aldığımız qonorar düz 20.000 manat idi və bu şəxs, sən demə, məhz bizim müraciət elədiyimiz və müsbət cavab almadığımız, hətta yaxın belə durmayan həmin o şəxs oldu. Bəlkə indinin özündə də heç o şəxs bilmirdi ki, mən ona müraciət edən şəxsəm. Yəni iş bizə gəldi, bizim şirkətə gəldi və biz onların işini gördük. Bu da növbəti möcüzə. Həmd olsun Allaha, həyatda təsadüf heç bir şey yoxdur və bunu da qeyd edim ki, nəyə görə orada öncə dedim ki, bunu qeyd edəcəm. Nəyə görə o bura yaxın durmadı və təbii ki, bu məsələlər məşvərətsiz həll olunmur və mən əminəm ki, ona məsləhət bilinməyib. Niyə bilinməyib? Mənim kimlənsə düşmənçiliyim yox, kimlənsə bir narahatçılığımız yox. O ki qaldı bu camiyə ilə, Hacının belə deyək, Hacını sevən insanlarla, Hacının əhatəsində olan insanlarla. Yaxşı, bəs nə səbəb ola bilər? Açığı düşündüm, bəlkə ola bilər filmin təqdimatında mənim söz verməsi lazım olan hansısa bir şəxsə söz vermədiyimdən ötürü ola bilər. Amma bunu da qeyd edeyim ki, həmin o camiyyədən daha çox sözü gedən insan mənə onların içindən söz demək üçün başqa bir insana işarə vermişdi. Və həmin o şəxs, mən də məmnuniyyətlə qəbul etdim və ona söz verdim. Həmin o şəxs də Hacı Şahinin dəyərli tələbələrindən biri idi. Və bununla bərabər ola bilər ki, buna görə mənim ağlımdan keçməyib, başqa birinə söz verim və ya tədbirdə onsuz da baş o qədər qarışıq oldu. O izdihamın içində mən söz vermədiyim başqa layiqli dostlar vardı. Yəni bu da onlardan biri, mən unuda da bilərəm. Amma düşünürəm ki, unutmağım hətta o şəxsin imtahanı deməkdir. Yəni həyatda təsadüf doğrudan da heç bir şey yoxdur. Ola bilər mənim unutmağım o insanın öz belə deyək, nəfsi ilə üz-üzə qalmağına səbəb olsun və maraqlıdır. Əgər o orada layiq olan dəyərini alsaydı və orada belə deyək, ona söz verilsəydi və ondan sonra həmin bu film layihə ilə hansı münasibətdə rəftar edəcəkdi, hansı münasibət göstərəcəkdi, indi layiq olmayan münasibətini görəndən sonra həmin münasibəti göstərə biləcəkmi? Yəni burada artıq imtahan baş verir, burada artıq nəfs baş qaldırır və nəfsi sındırmağımız da məhz belə hadisələrdə olur. Necə ki, bəs bizim ustadımız demirdimi? Sənin xoşlanmadığın bir insana tərəf get, sən get birinci ona tərəf. Yəni əgər sən xoşlanmırsansa, şeytan gözündə onu yanlış göstərirsə, suizənlər olursa, sən özün ona tərəf gedəsən, həmin vaxtda nə baş verir? Bu təsadüfən deyilmiyib. Hacı Şahin dəfələrlə mən özüm müşahidə eləmişəm, görmüşəm ki, Hacı Şahin deyib ki, sən get ona qarşı. Niyə? Yəni bunun arxasında təbii ki, çox məna durur, fəlsəfəsi var bunun. Yəni insan gedərkən ilk növbədə öz nəfsini sındırır və ikinci növbədə qarşı tərəf sənin üçün daha gözəl açılır və ondan daha fərqli bir münasibət görə bilirsən. Demək ki, bunlar boşuna deyilməyib. Çox təəssüflər olsun, biz belə şeylərlə rastlaşırıq, amma həmd olsun aləmlərin Rəbbinə ki, o
hər bir şeyi ən gözəl şəkildə nizama salır və doğrudan da hadisələrlə insana sübut edir ki, bəzən insan özü də çaşbaş qalır ki, həm mən bu düşmə münasibət niyə olsun ki, mənə qarşı mən burada nə pis iş gördüm ki, yəni bizim ortaq dəyərlimiz üçün, əzizimiz üçün belə bir iş gördüm. Yəni biz sizdən başqa bir şey istəmirdik. Bizim başqa bir niyyətimiz yoxdur sizdən. Bizim istəyimiz bir xeyir, bir işə vəsilə olmağınız idi və belə deyək, ən çox dəstək görmək istədiyimiz, yəni bizim yanımızda olmaq kimi nəzərdə tuturam. Görmək istədiyimiz ən çox filmi paylaşması lazım olan şəxslərin bizim yanımızda olmaması deyil, bizdən kənar durması, hətta düşmənçilik münasibəti bəsləməsi bu artıq gerçəkdən, yəni həqiqətən qəlbi qıran bir hadisədir, münasibətdir və şükürlər olsun ki, Allah Taala bunu bu hadisəni nizama salmaqla o qədər qəlbimizə rahatlıq verdi ki, o qədər belə deyək, arxayınçılıq verdi ki, həmd olsun Allaha, bu hadisə bu şəkildə həllini tapdı. İnşallah ki, başqalarının da, yəni dediyim o şəxslərin də qəlbində suizən gedər və mən özüm də bu hadisədən çox dərs aldım, çox nümunəvi belə deyək, hadisələr yaşandı. Hacının filmindən sonra, filmindən əvvəl, film vaxtı, yəni dediyim kimi mən özüm də bir çox ibrətlər götürdüm, bir çox şeyləri dərs götürdüm və dediyim kimi bizim üçün ən önəmli məsələ özümüzün nümunə olmağımızdır. Danışığımızla, sözümüzlə əməlimizin nümunə olmasıdır. Əməlimizin sözümüzdən də artıq olmasıdır, yaxşı mənada. Yəni bu artıq başqalarına da nümunə olacaq, başqalarına da artıq başqa bir şey təbliğ eləməyə ehtiyac olmayacaq. Zaten sənin əməlin düzdür, zaten sənin əməlin təmizdir, danışığınla düz gəlir, sözünlə düz gəlir. Allah bizi layiqlərdən eləsin, Allah bizi həqiqi salih bəndələrindən eləsin inşallah.